çəkib, mənzilin əlindən çıxıb, ümumilikdə avtomobillərin gedib, pulların dediyin qədərilə bir 100 minə qədər pulun gedib. Yəni olmayıb ətrafında insan ki, yəni səni çəkindirsin. Olub, belə nə yalan deyim, olub. Mən amma o ətrafdan özüm qaçmışam. Çəkilmişəm təkliyə, cibimdə pul, misal üçün. Heç kəsi qəbul etməmişsən ki. Hə, oturmuşam bir dənə çay özüm üçün, oturmuşam bir kabinetdə. Heç kabinetin ışıqlarını yandırmırdım ki, gəlib kimsə məni narahat eləsin. Otururdum orada, iqra oynuyordum, kazino, kumar oyunu oynuyordum orada. Bu axırıncı dəfə 7000 pul qoymuşdum mən orada. 7000-i mən 20-25 dəqiqəsində uduzdum da burada. Mənim orada bir çayçıda oturmuşum. Yəni, dostlarım başqa kabinetdədir. Mən dedim, telefonla danışıb gəlirəm, mən bir çay zakaz verdim, getdim başqa kabinetə, dedim, heç kimə mənim yerimi deməyin. Yəni, çəkildim bir təkliyə, rahatçılıq, sakitçilik, heç kim dəyməsin mənə. Elə 7000-i 25 dəqiqə uduzdum, təsəvvür elə. Maşın zat gedib, 7000 cibimdə pula gəlmişəm, oturmuşam, evə getməyə mənim pulum yox.